الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. سبحان الذي أسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى. الله. من المسجد الحرام إلى المسجد الأقصى الذي باركنا حوله إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير. الله الله. وآتينا موسى الكتاب وجعلناه هدى لبني إسرائيل. وجعلناه هدى لبني إسرائيل ألا تتخذوا من دوني وكيلا. ذرية من حملنا مع نوح إنه كان عبدا شكورا. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Quran ve şübhələr verilişinin izləyiciləri sizlərə Allah'ın salamı olsun. Həmişə olduğu kimi yenə əziz ruhanimiz Hacı Elnur Xudavəng deyirləsin xidmətinizdəyik. İstərdim Hacı da salamlaşsın və verilişimizə davam edək. İnşallah. Hacı xoş gəlmişsiniz. Allah kömək olsun. Çox sağ olun. Minnətdaram. Bismillahirrahmanirrahim. Mən də əvvələn sizi və bütün dəyərli izləyicilərimizi salamlayıram. İnşallah Allah'tan hər birimizə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun Hacı. Biz keçən verilişimizdə şübhə olaraq və köklü şübhə olaraq təbii ki, ən çox şübhə acı bunun üstündən verilir ki, elmlə uyğun nəsə gəlməyəndə onu şübhə olaraq ortalığa qoyurlar ki, sizin bəhbəhlə təriflədiyiniz Qur'anın heç elmdən xəbəri yox imiş. Amma biz hər hansısa bir şeyi dəlil kimi ortalığa təqdim eləməliyiksə, o dəlil tutarlı bir dəlil olmalıdır. Biz belə fikirləşirik deyib, elə bir fikir ortalığa təqdim eləmə ixtiyarımız yoxdur və təbii ki, təqdim elədiyimiz dəlillər tutarlı da dəlil olmalıdır. O şübhələrdən biri də budur ki, Həzrəti Nuh əleyhissalamın tufanında bütün tufan olub, yəni tufan qlobal bir tufan olub və yaxud xüsusi bir məntəqiyə aid olan bir tufan olub ki, özlərinə görə ki, bütün məntəqiyə aid olmasına görə xüsusi dəlillər var. Qlobal olaraq, yəni bütün dünyanı tutmasına aid olaraq
dəlillər var ki, biz onları təqdim eləmişdik. Onlardan biri bu idi ki, dünyanın bütün hamısının tufanın tutmasının səbəblərindən, yəni dəlillərindən biri budur ki, arxeoloji qazıntılar ki, dağların zirvələrində deməli balıq qalıqları və yaxud daşlanmış balıqlar, balıq qulağı kimi dəniz məhsullarının qalıqları ki, ona dəlil dedik ki, onlar geoloji dəyişikliklər nəticəsində də ola bilər və növbəti səbəblərdən biri budur ki, Qurani-Kərimdə ərz deyərək ünvanlanıb ki, Qurani-Kərimdə Allah buyurur ki, Allah bütün yer kürrəsinə bəla göndərdi. Ayə belədir. Həzrəti Nuh əleyhissalamın söhbətində olan ayə buyurur ki, İlahi la təzər ələl ərzi minəl kafirinə dəyyar. Allah yerdə, yəni yerdən söhbət gedirdə, bu kafirlərdən, səni inkar edənlərdən bir nəfər də qoyub qalma. Burada ərz, yəni bu mənaya işlədilir. İstərdim ki, buna aid olan biz dəlillər təqdim eləyək ki, ərzdən məqsəd nədir? Doğrudan ərz buna aiddir ya yox? Sizin fikirlərinizi bilək inşallah. Çox gözəl vurğuladınız. Əlbəttə, İslam dininin özəlliyi və gözəlliyi burasındadır ki, hər bir şeyi biz çalışırıq Qurani Kərimdən sübutlar, dəlillər gətirə və burada əgər tapa bilməyəndə İslam Peyğəmbəri və hədislərimizə müraciət edirik. Bu məsələdə təbii ki, Qurani Kərimin kifayət qədər işarələri var. Ərz məsələsində bildiyimiz kimi Quran tanıyanlar, Quran elmi ilə məşğul olanlar, onlar bilirlər. Bəzən Qurani Kərimin xüsusi kəlmələrdən ki, istifadə edilir, bir mənanı daşımır. Məsələn, bizdə yer deyəndə təbiidir ki, yer, məlum olan bir yer. Amma bir yerin ümumi mənası var, bir xüsusi mənası var. Məsələn, Quran ki, orada işlədib ərz kəlməsinin mənası yer deməkdir. Məsələn, yer üzərində heç kim qalmayacaq. Yəni, məhv edib aradan aparacaq. İndi burada sual ortaya çıxır ki, məqsəd dünyadandır, yoxsa Nuhun öz məntəqəsinə aid olan bir, Allah həmin məntəqədən söhbət açır. Biz deyirik ki, yox, burada söhbət dünyadan gedir, burada Allahın ilahi ədalət məsələsi də ortaya gəlir. Yaxşı, oradakıları bir günah eləmişdi, Peyğəmbərin sözündən çıxmışdı, əmrindən çıxmışdı, itaətindən çıxmışdı. Bəla onlar üçün nəzərdə tutulub. Yaxşı, o məntəqədən kənarda olanların əgər bir yaşayış varsa, o özü bir sual altındadır ki, digər yerlərdə yaşayış var ya yox, təbii İslam bunu qəbul eləmir. Mən sözünüzü kəsirəm, üzr istəyirəm. Baxın, biz əgər baxsaq bu hesablamalara, Həzrəti Adəm əleyhissalamla Nuh əleyhissalamın arasında olan zaman fasiləsinə baxsaq, 1000-1200 il fasilə var. Bəli. Və o zamanın insanlarının uzun ömürlüyünü də nəzərə alsaq, təqribən 9-10 nəsil insan yaşamış olur. Həzrəti Nuh əleyhissalam 10-cu nəsil olur. İndi həmən zamanda doğub törəmək ki, insanların yəni çox təmizlik olub, yəni ölüm itim az olub. Onları nəzərə alaraq belə deyirlər ki, Həzrəti Nuh əleyhissalamın dövründə bu ehtimaldır, yalnız hesablamadır. Yəni biz ortalıqda hər hansısa bir bəlanın, hər hansısa heç bəla da olmaya bilər. Adi təbii daşqınlar da ola bilər ki, təbii insanların nəsli də azala bilər. Əgər heç bir bəla olmuş olmasa, ortalama hesablama ilə əgər biz hesablasaq, deyirlər ki, Nuh əleyhissalamın dövründə 3 milyondan 10 milyona qədər insan yaşamaq ehtimalı var. Bəli. Və həmən o dövrdə siz hamısı Nuh əleyhissalamın yanında deyir ki, indi bu 10 milyonun indi biz yarısını çıxırıq, qalır 5 milyonu, 3 milyonu Həzrəti Nuhun yanında olanda, yerdə qalanlar başqa bir yerdə olanda bu təbliğatın bunların hamısına çatması ehtimalı yoxdur. Bəli. Onda elə bir ki, bəla gəlib bu insanları da tutmağa sizin qeyd elədiyiniz kimi ilahi ədalətdən kənar olar. Elə bil ki, biri bu günləri Rusiyada günah eləyir, İngiltərədə günah eləyir, Allah onlara bəla göndərir, Azərbaycanda bizi də bəla tutur. Bu ilahi ədalətdən kənardır. Mən burada bu günləri vəzifəmi icra eləmişəm və yaxud o ilahi xəbərdən mənim xəbərim yoxdursa, niyə mən cəzalanmalıyım? Buyurun, bağışlayın. Bizim dinimizdə də belə bir söz var ki, heç bir zaman xəbərdarlıq olmadan, yəni dini termindən deyirsə, itmam-ı hüccət olmadan Allah heç bir şəxsə, heç bir yerə, heç bir məntəqəyə bəla göndərə bilməz. Məsələn, biz gördük ki, Allahın göndərdiyi peyğəmbərlər, ümmətə göndərdiyi peyğəmbərə Allahın xəbərdarlığıdır. Və Allah Teala heç bir məntəqəyə, heç bir ümmətə peyğəmbərinin vasitəsilə xəbərdarlıq eləmədən o ümmətə bəla göndərə bilməz.
və o ümməti aradan götürə bilməz. Çünki xəbərdarlığı yoxdur axı. Məsələn, qiyamətin günündə bir haşiyə çıxar. Qiyamətin günündə biz bəzən deyirlər ki, məsələn, cənnətə gedənlər sırf təkcə müsəlmanlar olacaq. Bu absurd bir fikirdir. Məsələn, qiyamətin günündə hətta qeyri-müsəlmanlardan cənnətdə olacaq. Onlar ki, həqiqətdən xəbəri yoxdur. Onlar ki, məsələn, sual olur ki, bunlar kimlər olacaq? Bunlar hətta müsəlman olmayacaq. Onlar elə bir məntəqədə olub ki, onların dini məlumatlardan, ilahi məlumatlardan xəbərləri olmayıb. Onlar bildiyinə əməl eləyiblər. O yanlış bildiyi dini, əqidiyə əməl eləyiblər, amma düzgün əməl eləyiblər. Qiyamətin günü deyirlər, bunu eşitmişdik və eşitdiyimizdə əməl elədik və Allah da onların qəbul edəcək. Çünki onları çatdıran yox. İndi biz bu məsələni də götürəndə, əgər gəlsək desək ki, məsələn, Nuh Peyğəmbərin dövründə, ümmətində bəla gəlib, bütün dünyayı tufan gəlib, bürüyüb, burada ilahi ədalət məsələsi sual ortaya gəlir və bu mümkün deyil. Pəs buna bir cavab axtarmalıyıq. Bəla gəlib, ərz məsələsinə gətirmək, çıxartmaq istəyirəm ki, Allah ki orada deyir ki, yer üzərində heç bir şəxs qalmayacaq, hamısını bunların müşrikləri aradan aparacaq. Məqsəd burada Nuhun dövründə yer, yəni Nuhun yaşadığı məntəqə. O məntəqədə o şəxslər ki, Nuhu eşitdilər, Nuhu dinləmədilər, həmin məntəqəyə aid olan müşriklərə və kafirlərə aid olan bir mesajdır, bir məsələdir ki, Quran-ı Kərim buna açıq-aşkar bir neçə sonra təqribən 10 dənə ayələrdə, 10 dənə ayədə bu barədə Allah söhbət edib. Onun 6-sı təqribən sırf bu barədə Allah öz mesajını açıq surətdə bizlərə bəyan edib. Bu Quran ayəsi olan yerdə biz başqa bir şeyə müraciət, bir dənə məsələni demək istəyirəm Seyid. Qoy izləyicilərimiz belə çaşmasınlar. Biz keçən bəhsimizdə də buna işarə elədik. Dedik ki, bəzən o qazıntılar zamanı ki, məsələn, dünyada, digər yerlərdə qalıqlar tapıblar və ondan sübuta yetirmək istəyirlər ki, digər yerlərdə, məsələn, Nuhunla eyni zamanda yaşayışları olub, məsələn, o qazıntıların cavabı olaraq nə deyir? Biz bilirik ki, Nuh Peyğəmbərdən də qabaq, Adəmdən də qabaq bu yaradılışlar olub. Bəli. Və Allah Teala hətta hədislərdə var ki, 7 yaradılış olub. Və bunu Quran-ı Kərimdə Allah Teala özü də işarə edib ki, Bəqərə surəsinin əvvəlinci ayələrində ki, mələklər dedi ki, ilahi yaradacaqsan, yenə qan tökəcək, yenə fəsad eləyəcək. Allah Teala aslında yenə indi mənası biraz elə bil mən onu qəbul eləmirəm. Çünki bizim bu haqqda bir qardaşlarla da mübahisəmiz olub. Mən o düşüncənin insanlarıyam. Təbii ki, sizin fikrinizə də hörmətlə yanaşıram. Mən o düşüncənin tərəfdarıyam ki, yəni insan və insana bənzər ki, ixtiyar sahibi olan varlıq, söhbət, yəni insan və insana bənzər. Mən o fikri qəbul eləmirəm. Yəni ilk olaraq təbii ki, indi hal-hazırda alimlər çıxırlar, bunun haqqında fikirlər ortalığa qoyurlar. Yəni bizim də mütaliələrimiz təbii ki, mən elə bir o qədər də özümü öyüm ki, mən bu qədər savadım var belə. Amma yenə də mən böyük alimlərin nəzərlərini deyirəm ki, ilk insan olaraq Adəm yaradılacaq. Mələklər hardan bildirər ki, o qan töküb fəsad törətmək imkanı var. Bu da alimlər deyirlər ki, Allah onlara demiş ki, bu ixtiyar sahibi olacaq, bunun sizdən fərqi olacaq. Və onlar da bu elə bir ki, Allahdan ilhamlandığı fikirlərinə görə deyiblər ki, bunun qan töküb fəsad törətmək ixtiyarı, imkanı olacaq. Bu da təbii ki, bir fikirdir, amma sizin fikriniz də önəmlidir. Təbiidir. Yəni burada fikir ayrılıqları bizim dinimizin gözəlliyi burasındadır ki, azaddır. Bütün biz fikirləri biz burada bəyan eləməliyik. Nəticə kimin hansı fikri qəbul eləmək, onu öz şəxsi ixtiyardır. Bəli. Kimin təqdim elədiyi dəlil daha tutarlıdır. Bəli. Hətta mən önlərdə bunu sosial şəbəkələrdə gördüm. Böyük alimlərdən, araşdırıcı alimlərdən biri ilk yaradılışın, ilk artımın barəsindədir ki, bu ilk artım nədən yarana bilər? Yaxşı, bu Adəmin övladları oldu. Bu artım necə davam edə bilər? O da fikir ayrılığı olan fikirlərdən. O da bir fikir olaraq belə bir gətirdi ki, Adəm Peyğəmbərdən kim deyir ki, məsələn, o digər yaranmışlar olub, keçmişin, yəni Adəmdən qabaq. Bu tərbiyədir ki, bu fikir ayrılıqdır. Quranın sözündən biraz. Amma bu gətirdi, bunun da özünə görə sübutları, dəlilləri vardı. Yəni buna oxşar bir fikirlər var. Əsas ayəni mən bunu demək istəyirdim ki, bu fikir olaraq, indi siz bunu absurd bir fikir kimi qəbul edirsiniz. Mələklər hardan bilirdi ki,
Bu insan qan tökəcək, bu Deməli, insan bunun öncə fəsad edəcək. yaşayanlar olur. Deməli, belə bir şeylər, yaradılışlar olub və gəliblər onların əməllərinin, fəsad əməllərinə görə Allah Teala onları neyiniyib? Və onların qalıqları təbiidir ki, bu dünyada yerinin altında. Çünki bunun ilinə vuranda Adəmin ilin vurub keçir. Yəni o qalıqların ki, arxeoloji qazıntılar zamanı ələ gətirir bu neçə min il, bəzən o ilə vuranda Adəm peyğəmbərin tarixin vurub keçir. Hacı, mən baxın, biz keçən dəfə bu məsələnin haqqında danışdıq. Orada deyir ki, və elm də bunu sübut edir. Yer kürəsi ki, günəşdən ayrılıb, əvvəl alov şəklində, yəni alovlu bir yer olub. Sonradan o alov aradan gedib və yer kürəsi su ilə bütöv örtülmüş şəkildə olub. Və zaman keçdikcə quruluqlar ortalığa çıxıb ki, o sular çəkilib kənara. Ki, onların həmən o arxeoloji qazıntılar, onun da nəticəsi, yəni o tapıntılar, arxeoloji tapıntılar, onun da nəticəsi ola bilər. Amma bəhsimizə gələk, burada belə bir məsələ də ortalığa çıxır ki, bugünkü hesablamalar bunu göstərir ki, Həzrəti Nuh əleyhissalama qədər 3 milyondan 10 milyona qədər insan yaşamış olar. Və bunların hamısı da, biz bunu belə qəbul edirik ki, bunlar hamısı Nuh əleyhissalamın yanında yaşayıblar və bunlara bəla gəlməmişdən öncə Allah Həzrəti Nuh əleyhissalama deyir ki, gəmi düzəlt. Bu Həzrəti Nuh əleyhissalam bu gəmini necə düzəltməlidir? 1 milyon insana uyğun düzəltməlidir. Ki, bugünkü belə deyək, bu qədər, bəli, bugünkü imkanları biz nəzərə alaraq, qeyri-mümkün ki, ən böyük belə o istirahət gəmiləri var ki, neçə mərtəbəli gəmilər düzəldir, heç onlar özü milyon tutmur da. Yəni, məsələ bundan irəli gəlir ki, yəni, Həzrəti Nuh nə vaxt da bir gəmi düzəldə bilərdi, özü də yəni, az bir insanın köməkliyi ilə. Ki, o vaxtın imkanlarını nəzərə alsa, o meşədən gedirdi, odun kəsirdi, gəlirdi, gəmi düzəldirdi. Bu təbii ki, biraz yəni, qəbul olunması da ağıl onu qəbul eləyə bilmir. Deməli, burada xüsusi bir məntəqədən söhbət gedir. Ki, Həzrəti Nuh əleyhissalam da ora o heyvanların mindirilməsini yadında nəzərə alsaydı, o gəminin də tutum qabiliyyəti məsələsi var. Sözü kəsirəm. Bəzən bu fikir ortaya gələ bilər ki, Nuhun məsələn gəmisinə daxil olanlar 70-72 nəfər dedilər. Belə hədislərdə gəlib. Biz nəzərdə alsaq ki, indi cavab olar deyəcək 72 nəfərdir, o 72 nəfər. Amma Nuh peyğəmbər nə bilirdi ki, bu gəmiyə 72 nəfər sonda məndən beyyət eləyib, mənim sözümlə gəlib o gəmiyə minəcəklər. Bu da bu sual altındadır. Nuh peyğəmbər bir çox kütləni nəzərə alaraq o gəmini neynəməlidir? Böyük düzəltməli. Böyük düzəltməlidir ki, birdən bəlkə bir kütlədə bir 100 min gəldi, məsələn, iman gətirdi və məcburdur o gəmidə onlara neynəyə? Yer verə. Amma məsələ elə gətirdi ki, bu az miqdarda insan. Gəlir həmən bu qeyd olunan şübhə ki, Allah Nuh əleyhissalama, yəni Nuh əleyhissalamın dilindən qeyd olunur ki, Allaha dua edir ki, ilahi, bu kafirlərdən yer üzündə bir nəfər də qoyma qalsın. Və burada ki, əgər yer üzündə deyir, bu kifayət eləyir. Siz qeyd elədiniz, yer kəlməsi Quran-ı Kərimdə çox yer var ki, orada xüsusi bir yer haqqında danışılıb və bəzi yerlər var ki, o ümumidir, bütün yer kürrəsinə aiddir. Ki, onun çoxlu nümunələri var. Mən istərdim onların bir neçəsinə işarə eləyim. Firon, Həzrəti Musa və Harun əleyhissalam haqqında buyurur ki, və təkunu ləkuməl kibriyau fil ərs. Ki, onlara işarə edir ki, bunlar istəyirlər ki, həmən bu Filistin torpağında ya o vaxtda həmən məntəqədə bunlar istəyirlər ki, böyüklük eləsin, ağalıq eləsinlər. Və yaxud bizim peyğəmbərimizin haqqında buyurur ki, İsra surəsinin 76-cı ayəsində və in kadu la yastafizunaka minal ard liyukhrijuka minha. Ki, onlar istəyirdilər ki, səni yer üzündə, yəni o yer üzündə məqsəd, yəni onlar imkanları yox idi ki, yer üzündə peyğəmbərin bütün imkanlarını əlindən alsınlar, çıxarsınlar. Məqsəd orada peyğəmbərin yaşadığı məntəqədən gedir. Və yaxud İsra surəsinin 4-cü ayəsində də uca yaradanımız belə buyurur və qadayna ilə bəni İsrailə fil kitab lətufsidunna fil ardı mərrətəyn. Allah belə təqdir eləyib ki, bəni İsrailə ki, yer üzündə 2 dəfə fəsad
Yəni onlar ki, yer üzündə yəni 2 dəfə fəsad ediləcəklər. Onlar yer üzündən məqsəd yəni həmin o yaşadıkları məntəqədən gedir ki, siz də qeyd elədiniz ki, Qurani-Kərimdə çoxdur bu sayda ayələr ki, orada kəlmə özü mütləq kəlmədir, yəni ümumi kəlmədir. Eyni ilə şəhər kimi. Şəhər kəlməsi Mədinə ki, Qurani-Kərimdə Mədinə kəlməsi ki, ümumidir, şəhər istənilən şəhərə qeyd eləmək olar. Amma o ayədə işlənən kəlmə ki, şəhər kəlməsidir, insanların həmən Peyğəmbərin xidmət elədiyi şəhərdən söhbət gedir. Bəli, Hacı, bu ayələrdən təbii ki, bəziləri istifadə edə bilərlər ki, yox, bütün yer kürrəsinə aiddir. Bəziləri də istifadə edə bilərlər ki, xüsusi bir məntəqəyə aiddir. Təbii ki, hamı bir-birinin fikrini hörmətlə yanaşmalıdır, amma dəlillər də aydın, aşkar, ortalığa təqdim olunmalıdır. Və sonuncu cavab verməli olduğumuz məsələ budur ki, əgər bu tufan bütün dünyaya aid deyil idisə, niyə Allah əmr eləmişdi hər heyvanlardan cüt-cüt o gəmiyə mindir? Deməli, bu gəmiyə mindirilməsi onun üçündür ki, bu tufan dünyəvidir, heyvanlardan da qalmayacaq. Təbii ki, buna da bir cavab olmalıdır, istərdim fikrinizi biləm. Bəli, biz keçən bəhslərimizdə çalışdıq ki, bunu əziz izləyicilərin nəzərinə çatdıraq ki, tufan dünyəvi olmayıb. Yəni, dünyəvi olmağından faktlar yoxdur. Yaxşı gəldi ki, əgər dünyəvi deyilsə, müəyyən məntəqəyə aidsə tufan, yaxşı, burada əmrin nə ehtiyacı var ki, Nuh Peyğəmbər bütün heyvanlardan Allah əmr edir ki, cüt-cüt yığsın və orada gəmidə yer versin onlara. Təbiidir ki, bunun özünə məxsus bir cavabı var. Biz buna bir ümumi surətdə cavab verə bilərik, bir xüsusi surətdə cavab verə bilərik. Birinci, əgər lazım olsaydı Allahın əmri tamlıqla yerinə gətirilə, bütün dünyadan heyvanları yığmaq qeyri-mümkün. Bəli. Bütün dünyanın hər bir tərəfindən bəzi heyvanlar adadı idi, bəzi heyvanlar bəzilərinin indi nəsli kəsilib. Bəli. Onları ələ gətirməli, əgər Allahın əmri məqsəd bu idisə yerinə gətirilsin. Qeyri-mümkün. Yaxşı, bütün deyilənlərin nəticəsi olaraq alimlərin son nəticə sözü budur ki, həmin əmr Nuh Peyğəmbərin dövründə həmin məntəqədə olan gündəlik tələbatda olan heyvanlara aid olan heyvanlara aiddir. Məsələn, bizim dilimizdən deyək. Adət üzrə ev heyvanları deyil. Ev heyvanları, toyuqdur, cücədir, qoyundur. O ki, həmin məntəqədə hansı heyvanlardan ki varsa, həmin heyvanlara aid. Əgər biz bu gözlə, bu baxışla biz baxarıqsa məsələyə, onda görürük ki, bir çox məsələlərin, yanlış məsələlər öz cavabını tapmışdır. Bir məsələni də sonda qeyd edeyim. Deyirlər ki, əgər Həzrəti Nuh əleyhissalamın tufanı biz deyirik ki, dünyəvi olmayıb. Deyir, dünyəvi olmayıb, nə ehtiyac vardı oraya o heyvanı götürsün, aparsın. Bəli. Amma o vaxtda daşımalar da çətinliyi var idi. Həzrəti Nuh əleyhissalam o ehtiyacı olan heyvanları tufandan sonra ələ gətirməsi üçün uzun bir səfər edib dünyanın gedib o başından gedib o heyvanlardan gətirməlidir ki, onların ehtiyacları təmin olsun. Bəzi heyvanlar adadır. Məsələn, Avstraliya. Avstraliyaya getmək üçün gəmidən istifadə. O vaxtda gəmi də yox idi. Birinci gəmini ilə Nuh Peyğəmbər gəldi. Bu çətinlikləri nəzərə alaraq Allah Həzrəti Nuh əleyhissalamın bu bütün məsələlərin başa düşüb ondan onu istəmişdi və Qurani-Kərimdə də hətta buna işarələr də var ki, Allah siz yedik, içdiklərinizi nəzərə alaraq, yəni yeyib içə biləcəyiniz şeyləri, ehtiyaclarınızı nəzərə alaraq onların istifadə elədiyi heyvanlardan, yəni ev heyvanlarından bəli, məqsədidir. Ki, çalışdıq, inşallah çalışdığımız qədər bu məsələyə cavab verməyə. Allah öz kömək olsun ki, layiqli cavablar olsun və əziz izləyicilərimiz də hər hansısa bir məsələdən narazı qalsalar, fikirlərini bildirsinlər. Uca Allahdan istəyirik ki, Allah bizi daima din, Quran və Əhl-i-Beyt yolunda xidmətində sabit qədəm eləsin. Allah amanında gələn verilişlərə də ki, sağ olun.